Mövzu bu deyil. Bundan daha betər odur ki, sual verirlər bu dünəndən bəri neçə dəfə soruşublar ki, evdə müşrik valideynlərim var, onların əvəzinə fitir zəkatı vereyim, müşrik övladlarımın əvəzinə fitir zəkatı vereyim. Artıq bu, yəni insan demək ki, İslam əqidəsini doğru anlamayıb da, belə insanlar. Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah və bə'd. Demək ki, Ramazan sonu yaxınlaşdıqda müsəlmanların bir çoxunda belə bir xasiyyət var. Təkrar hər il soruşurlar. Adam 5 ildir, 10 ildir müsəlmandır, hər Ramazan sonu soruşur. Pulla vermək olar fitir zəkatını. Gələn il yenə soruşurlar, pulla vermək olar. Və yaxud da nədən vermək olar? Çay vermək olar, falan şey vermək olar. Yox, olmaz. Deyirsən falan ərdaqlardan olmalıdır. Gələn il yenə soruşur. Sonra 3 gün qalıb, indi verə bilərəm. Pulum yoxdursa verməliyəm. Və s. və ilaxırda, yəni illərlə bu şeyləri soruşurlar. Bu qəbahətdir də, insan Ramazan fərzdir, fərz bir ibadətinə aid olan məsələni hər il soruşur, yadında saxlamır. Mövzu bu deyil. Bundan daha betər odur ki, sual verirlər bu dünəndən bəri neçə dəfə soruşublar ki, evdə müşrik valideynlərim var, onların əvəzinə fitir zəkatı vereyim, müşrik övladlarımın əvəzinə fitir zəkatı vereyim. Artıq bu, yəni insan demək ki, İslam əqidəsini doğru anlamayıb da, belə insanlar. Fitir zəkatı fərzdir. Peyğəmbər sallallahu əleyhi və səlləm Buxaridə keçir hədis deyir ki, farada Rasul sallallahu əleyhi və səlləm zəkatəl fitr. Sahabə deyir ki, Peyğəmbər fitr zəkatını fərz etdi. Bu fərzdir, vacibdir hər bir müsəlmana. Hikməti budur ki, Ramazanın vacibini, yəni o 29 və yaxud 30 gün tutduğun orucda olan boşluqları doldursun. Həmçinin kasıblar bayramı keçirməkdən ötürü onlara yardım olsun da, yəni hikməti budur, məqsədi budur. Və bu müsəlmana fərz olan bir şeydir. Sən müşrikin əvəzinə fitir zəkatı verirsənsə, onda o valideynin də, övladın da müşrik öləndə, onda onun cənazə namazında qıl. Sonra fitir zəkatını niyə verirsən? Əgər oruç tutmayıbsa bir ay, elə onun fidyəsini də ödəginən 30 gün ac doydur valideynin, müşrik valideynin əvəzinə. Müşrik valideynin övladını həccə getməyib əvəzinə həccə də getkinən, ət kəs də ye. Bunlar hamısı İslam əhkamıdır da. Bu necə müsəlman necə soruşa bilər ki, mən müşrikin əvəzinə fitir zəkatı verim yoxsa yox?